Salam əziz izləyicilər. Qəzetçinin bugünkü qonağı tanınmış jurnalist, tanınmış bloger Mehman Hüseynovdur. Mehmanı belə geniş təqdim etməyə ehtiyac yoxdur. Mənə elə gəlir ki, xoş gördük Mehman. Xoş gördük Hakan bəy. Deməli, bu günlərdə çox maraqlı bir müsahibə verdiniz və çox ciddi şəkildə müzakirələrə səbəb oldu. Və bu müsahibənin ana xətti ondan ibarət idi ki, Azərbaycan hakimiyyəti 5 il ərzində sizin şəxsi həyatınızı çəkib. Və siz konkret iki şəxsi günahlandırıbsınız. Burada bir şübhəsiz ki, birincisi İlham Əliyevdir, digəri isə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev. Bəli. Bax, bu iki qurum, bu iki şəxs, Prezident Administrasiyası, yaxud da ki, Dövlət Təhlükəsizlik Xidməti sizin iddialarınıza cavab verib. İddialarıma cavab verib və cavabı bilirsiniz necə oldu. Mən dünən də video çəkmişdim ki, Əli Nağıyev, DTX-nın deməli rəisi, Cənab Əli Nağıyev Mirşahin Ağayevin vasitəsilə mənə cavab verib və cavabı çox qısa və konkret ki, sən ermənisən. Kim İlham Əliyevə qarşı çıxırsa, bu ermənidir. Bunu amma sonra müzakirə edəcəyik. Yox, burada məsələ mənim sualım nədən ibarət? Yəni rəsmi qaydada. Rəsmi qaydada cavab olmayıb. Əgər cavab rəsmi qaydada yoxdursa, deməli bu baş verib. Çünki ya bunu təqzib etmək lazımdır, ya da ki, mehmanı məhkəməyə vermək lazımdır ki, bu xüsusi ciddi ittihamdır və buna məhkəmədə cavab verməlisən. Amma heç bir cavab olmuyor. Deməli, Mehman, əvvəllər də olub, bu dəfə də oldu ki, səni ananın etnik mənşə ilə bağlı, erməni olması ilə bağlı versiyalar səsləndi. Bunu da sənin müsahibəndən dərhal sonra keçmiş millət vəkili Etibar Əliyev səsləndirdi, hansısa bir sənədləri atdı. Bax, bu ananızın etnik kimliyi ilə bağlıdır. Nə deyə bilərsiniz? Əfqan bəy, bunun kökü ümumiyyətlə dayanır 2020-ci ildə. Yəni bu, mən 2020-ci ildə həbsdən sonra xərçəng xəstəliyimlə bağlı müalicəyə başlayanda, deməli, First News, Mirşahin Ağayev və digər hökumət yönlü media ortaya iddia qoydu ki, və saxta sənədlər eləyib ki, Göy Mehman Hüseynovun anası ermənidir, bəs bu xalq düşmənidir və s. Amma onu qeyd etmək lazımdır ki, Azərbaycanda İlham Əliyevə qarşı kim çıxırsa, kim həqiqətləri, kim reallıqları çəkib göstərdirsə, İlham Əliyev və digər xüsusi xidmət orqanları buna qarşı bir cavabı var ki, bu ermənidir, ermənilərə işləyir. Yəni, beyinlərini işlətmək istəmirlər ki, bir daha kreativ cavab versinlər. Amma cavab verirlər ki, Mehman Hüseynovun anası ermənidir. Əfqan bəy, məsələ odur ki, mənim ortancıl qardaşım da var və onu çoxları tanıyır, İbrahim Hüseynov. O 30 il Azərbaycan ordusuna xidmət edib. Yəni bu Azərbaycan hökumətinin erməni deyə təqdim etdiyi qadının böyütdüyü övlad, bəli. 30 il deməli Azərbaycan ordusuna xidmət edib, məxfi sənədlərlə işləyib, xüsusən cəbhə xəttində işləyib, o hərbi hissələrdə işləyib və hal-hazırda pensiyaya çıxıb. Qüsursuz xidmətlə çıxıb, deməli podpolkovnikdir və pensiyada. Necə ola bilər ki, İlham Əliyev 30 il ərzində bir zabiti orduda saxlayır və bilə-bilə ki, bunun anası ermənidir və ya hansısa millətdəndir. Yəni, bu, görürsünüz, bu nağıl burada dağılır. Bu nağıl burada dağılır çünki mənim qardaşım 30 il orduda xidmət edib və bu qeyri-realdır ki, yəni, İlham Əliyev bunu buraxsın. İkinci məsələ. Biz gələk vəzifədə olan şəxslərə, Ramiz Mehdiyevin həyat yoldaşı, biz götürək, deməli, keçmiş baş nazir Artur Rəsizadə, ən qədər mən adam çəkə bilərəm ki, onların anası həqiqətən də ermənidir və bu problem deyil. Mən də hələ illər əvvəl cavab vermişəm ki, mənim anam əgər həqiqətən də erməni olsaydı, Mehman Hüseynov bugün heç şübhəsiz ki, vəzifədə olardı, yüksək vəzifəni tutardı, hansısa məmurla qohum olardı. Yəni, mən Azərbaycanda keyf eləyərdim. Üçüncü tərəf odur ki, mən istəyirəm ətraflı dayanım. Hətta götürək ki, mənim anam tam ki, ermənidir. Mənim anam mənə düzgün təhsil verib, düzgün tərbiyə verib. Mənim anam dedi ki, mənə
uşaqlıqdan deyirdi ki, rüşvət alma, korrupsiya ilə məşğul olma, insanları şərləmə, insanların haqqını yemə, ədalətsiz olma, ədalətli ol, insanlara kömək et, yardım et. Mənim anam bunları öyrədib. Və mən yenə deyirəm ki, mənim anamın milliyyətindən asılı olmayaraq mən anamla fəxr edirəm və çox sağ olun deyirəm ki, mənə belə düzgün tərbiyə verib. Keçirik 4-cü məsələyə. İndi bunlar deyirlər erməni. Ermənistana bu yaxınlarda neft satmağa başladılar. Vaqonlarla neft gedir. Bunu mənim anam eləyirmi? Mənim anam bunun arxasında durmur. Qazilər bugün deməli özünü yandırır, intihar edir. Bunun səbəbkarı mənim anamdır? Yox. Qazilərə 80 manat pensiya verilir. Heç nə. Bunu anam eləyir? Yox. Vətəndaşlar bugün çörək tapmır, iş tapmır, qul bazarında bütün günü orada çörək axtarırlar. Qazın, suyun işığını qaldıran mənim anamdırmı? Yox. Metronun və avtobusun qiymətini qaldıran mənim anamdırmı? Yox. Erməni kilsələrinə pulsuz qaz verən mənim anamdırmı? Yox. Bunun bütün cavabı odur ki, yəni artıq insanlar başa düşməlidir ki, ermənisən, anan ermənidir, milliyyətcə pis adamdır və s. Bunlar artıq geridə qalıb və işlək arqument deyil. Mənim arqumentim odur ki, İlham Əliyev cavab versin ki, və Əli Nağıyev. Onlar mənim yatağımda nə axtarırdı? Ay nə bilim, bu ermənidir, bu pis adamdır. Mənim sualım o deyildi ki, mən milliyyətçi kiməm. Mənim sualım o idi ki, illərdir mənim yatağıma niyə giriblər? Bu qədər sadə. Yəni, mənim cavabım qısa və netdir. Sizin bu müsahibənizə həm də ən ciddi məqamlardan biri ondan ibarət idi ki, Heydər Əliyev, balaca Heydər Əliyev hərbi xidmətdə olmayıb, ölkədən kənarda olub və onu sizin qardaşınız jurnalist Mehman Hüseynov, Emin Hüseynov böyük bir komanda ilə çəkib və bu siz demişdiniz ki, bu kadrları nümayiş etdirəcək. Bəli. Olacaqmı bu kadrlar? Nümayiş etdirəcəksiniz? Bəli və mən yenə deyirəm ki, İlham Əliyev əgər mənim seks kasetlərimlə şantaj eləyir, mən açıq aydın deyirəm ki, mən heç kimin yatağını güdməmişəm, heç bir məmurun yatağına girməmişəm. Elə olub ki, dronla çəkəndə, hansısa məmurun villasını çəkəndə elə olub ki, qızı ya həyat yoldaşı hovuzda çimirdi. Mən belə o kadrları istifadə eləməmişəm. Yəni, şəxsi həyatlarına ictimai müzakirəyə çatmamışam. Lakin İlham Əliyev məni və Əli Nağıyev məni kasetlərlə şantaj eləyib. Mənim əlimdə hansısa şantaj kasetləri yoxdur, amma mənim əlimdə yenə deyirəm ki, balaca Heydər, yəni Heydər Əliyev əsgərlik vaxtı 2018-dən 2019-cu ildə bütün televiziyalarda, AS TV-də, Real TV-də göstərdilər ki, balaca Heydər xidmətdədir və hərbi hissədədir. Bu yalandır, çünki həmin tarixlərdə mənim qardaşım Fransada bir dəniz kənarında deməli, balaca Heydəri izləyirdilər böyük komandayla. Necə bəylər onu yaxtada, deməli, Bəylər Əybov onun tumanını dəyişirdi, necə dayəsi var. Hətta Heydər Əliyevin, bax görürsünüz, mən sizə deyim, Heydər Əliyevin dayəsi var. Yəni, Heydər Əliyev özü belə müstəqil şəkildə yemək yeyə bilmir. Yəni, onu dayə yeyəcdirir. Hamısını yaxtada çəkiblər. Niyə tarixləri dəqiq bilirəm? Çünki mənim qardaşım necə o faktları tapırdı? Gedirdi köşkə, Fransada bir qazet alırdı və qazetin tarixi yazılırdı, misal üçün. AS-TV-də gedirdi ki, Heydər Əliyev hərbi hissədədir, amma həmin tarixdə görürdük ki, bu hərbi hissədə yox, bu Fransada dincəlir, yaxtada dincəlir. Məndə o kadrlar var və biz indi böyük bir belə sənədli və ya dokumental kino hazırlamaq istəyirik ki, bunu insanlara təqdim eləyək ki, insanlar bilsin ki, bizi idarə edənlər kimdir, ki, İlham Əliyev bizə necə yalan danışır, necə nağıllar danışır. Bax, bu işdir. Amma İlham Əliyevin məni seks kasetlərlə şantaj eləmək bu iş deyil. Yəni, bu qəbul olunması deyil. Bunu ortaya qoyacağıq və insanları göstərəcəyik ki, ayıq olsunlar. Çünki mən görürəm ki, prosesi görürəm. İlham Əliyev hal-hazırda, yəqin sizdən görürsünüz ki, balaca Heydər Əliyev artıq öz kreslosuna hazırlayır
və biz indi müstəqil jurnalistlər, blogerlər, hər kəs əlindən gələni eləməlidir ki, İlham Əliyevin bu planı alınmasın. Bu planın alınmaması üçünsə biz insanlara göstərməliyik ki, Heydər Əliyev orduda, hərbi hissədə qulluq etməyib. Amma Mehman Hüseynovun, hansı ki deyirlər ki, erməni nəsli olan İbrahim Hüseynov adlı qardaşı 30 il hərbi xidmətdə xidmət eləyib və bunu Müdafiə Naziri də bilir, İlham Əliyev də bilir, hər kəs bilir. Mehman, bir qaydaq bu etnik məsələyə. Bax, sənin üçün kiminsə etnik kökün fərqi varmı? Yox. Mənim üçün kiminsə etnik kökü, milliyyəti bu vacib və qınanılacaq bir məsələ deyil. Mən yenə deyirəm ki, insanın əməllərinə görə, insanın gördüyü işlərə görə qiymət vermək lazımdır. Misal üçün, Mehman Hüseynov heç vaxt yaltaqlıq eləməyib, heç vaxt əzlaflıq eləməyib, heç vaxt kiməsə torba tikməyib, heç kimin üzünə durmayıb, pis işlərlə məşğul olmayıb, qumarla məşğul olmayıb, qumarxana açmayıb və s. Yəni, mənim əməllərimlə İlham Əliyev qınaya bilmir, mənim qabağıma, mənim çirkin əməllərimi ifşalaya bilmir. Ona görə də məcbur qalıb belə etnik məsələlərlə mənə vursun, zərbə etsin. Yenə deyirəm ki, mənim anam erməni olsa belə, mən babalarımı tanıyıram, mən nənəmi tanıyıram. Onlar hamısı Suraxanda, Tatar qəbristanlıqda bastırılıb. Və bu mifdir. Sizin istənilən halda bir Tatar ailəsində. Əlbəttə ki. Türk ailəsində. Türk ailəsindən. Bu mifdir. Amma mən istəmirəm bunu çox müzakirə eləyək. Bu yalandır. İlham Əliyevin o boyda mənim işlərimin, o boyda mənim gördüyüm işlərimin qabağına bir məsələ ilə çıxa bilir ki, bunu Mehman Hüseynov ermənidir, ona görə də bu bizi ifşalayır. Mehman Hüseynov ermənidir, ona görə də bizim korrupsiyanı ifşa eləyir, bizim çirkin əməlləri ifşa eləyir. Bunlar boş söhbətdir. Yəni Azərbaycanda en qədər müxalifətçi deyə bilərəm ki, bunların hamısını İlham Əliyev vaxtilə erməni çıxardıb. Ən maraqlı nüanslardan biri də ondan ibarətdir ki, Mehman, Əliyevlə özlərinin də ermənilərlə qohum olduğunu iddialayan çox saylı adamlar var. Məsəl üçün, hər bir kəs, çox adam belə iddialayır ki, İlham Əliyevin nənəsi, ki, onun atası keçmiş prezident Heydər Əliyevin anası erməni olub. Və bunu da oyuna əsaslandırırlar ki, bu İlham Əliyevin babası Əlirza kişinin qəbri Naxçıvanda olduğu halda nənəsinin, yəni Heydər Əliyevin anasının qəbri Naxçıvanda yoxdur və yaxud da harada olduğu belə bəlli deyil. Bəlli deyil. Bu komplekslə mi irəli gəlir başqalarını şey demək? Bax, bu yalanı belə deyək ki, biz onun anasının etnik kökünü bilmirik və bunu heç vaxt müzakirə eləməmişəm. Bəlkə bu bir komplekslə irəli gəlir. Ola bilər, bu natamamlıq kompleksidir və bu İlham Əliyevin, mən deyərdim ki, yəni bizim arqumentlərə xüsusi bir ağla batan cavab verə bilmir deyə heç ağlını işlətmək istəmirlər. Yəni, cavabı odur ki, ermənidir. Misal üçün, Mirşahin Ağayev veriliş eləyib ki, Mehman Hüseynovun ailəsi ermənidir. Mən Mirşahin Ağayevlə bir il bundan qabaq Davos forumunda görüşmüşdüm və onun yaxasından tutmuşdum. Amma çəkməmişdim. Mənə Mirşahin bildirmişdi ki, Mehman, bilirsən də vəziyyəti. Mənə nə deyirlər odur, məndən yapışma. İlham Əliyevin artıq bundan sonra məni həbs eləməsi, mənə torba tikməsi, məni Kürdaxanaya göndərməsi missiya söhbətdir. Amma real söhbət odur ki, mənim hansısa Ceyhun Bayramovla, Leyla Əliyevlə, başqa Səməd Seyidovla, Siyavuş Novruzla hansısa bir vəzifəli şəxslə üz-üzə gəlməyim, bu realdır. Yenə də sizin efirinizlə deyirəm ki, mən onlarla üz-üzə gələn vaxtı artıq Aynəbə Mirşahin, biz hamımız Azərbaycanlıyıq, qardaş, bunlar işləməyəcək. Yenə deyirəm ki, mən anamla fəxr eləyirəm, mənə düzgün tərbiyə verib, mənə düzgün istiqamət verib, savad verib, təhsil verib, mənə öyrətməyib ki, get cəmaatın evinin ardaranda sök, qumarxana tik, mənə öyrətməyib ki, cəmaatın
evini başına deməli dağıt, evlərdən qov, onlara pul vermə. Mənə öyrətməyib ki, ay nə bilim Qarabağda 300 min manata evlər tik, sonra həmin evlər dağılsın. Qarabağda öz ailənə məxsus otellər tik. Görürsüz nə qədər, en qədər mən İlham Əliyevin qabağına o qədər arqumentlər deyə bilərəm ki, o onlara cavab verə bilməyəcək. Amma yapışıb Mehmanın milliyyətindən. Sağ ol Mehman. Sağ olun. Yaxşı.